Bu sualda bizdən nə istəyir? Deyir ki, maddələr verilib CH4, C2H4, bir də C4H8. Daha doğrusu C4H2. Molekulda karbon atomlarının sayı A verilib. Yəni karbon atomlarının hamısı bərabərdir. Hamısını bərabər eləməyim üçün mən bura yazmalıyam A mol, bura yazmalıyam 2A mol, burada yazmalıyam 4A mol. Çünki bu zaman 4A'nı 1'ə vurduqda 4A karbon burada edəcək. 2A'nı 2'yə vurduqda 4A karbon digərində eləyəcək. A'nı da 4'ə vurduqda 4A da burada edəcək. Karbonların sayını bərabərləşdirdik. Nə üçün bərabərləşdirdik? Molların əsasında. İndi bizə deyir ki, bu qazların ümumi molu 7'dir. Yəni biz bunu cəmi bərabər eləyirik 7'yə. 7A bərabər olur 7'yə. A da bərabərdir 1'ə. A 1 olduqda 1 mol, 2 mol, bu maddəmiz deyir 4 mol. İndi bizə deyir qarışığın kütləsi 178'dir. Yazırıq. 4 mol metanın kütləsi nə qədər eləyəcək? 4 vur 16. Plus. Çünki metanın emeri 16'dır. 2 mol etilenin emeri nə qədər eləyəcək? 2 vur olsun 28. Plus. 1 mol C4H2'ın da emeri nə qədər eləyəcək? 1 vurulsun C4H2'ın emeri. C4H2'ın emeri də 48 plus X'dır. Bərabər eləyəcəkdir 178'ə. Çünki kütlə 178 idi qarışığın kütləsi. X'i da buradan alırsınız 10. Deməli sizin maddəniz C4H10 imiş. X'i da müəyyən etdiniz ki, X 10 imiş.